Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu khayru nasirin ve mu'in ve sallallahu ala rasulihil amin. Amma ba'd rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Ve hakkı Fatıma ve abiha ve ba'liha ve beniha ve sirril mustavda'i fiha. Allahümme salli ala Muhammed ve ali Muhammed ve reccil feracahum. Mübarək bir gün Həzrəti Əmirəl-Müminin Əli ibn Əbi Talib əleyhissalamın Mövlud günüdür. Allah bu mübarək günü, bu gözəl bayramı bütün dünya müsəlmanlarına, məxsusən haqq sevərlərə, haqqı deyib haqqə çatanlara daha da mübarək qərar versin. Allah Həzrəti Əli ehtiramına bizi Əli və ovladı Əlidən ayrı salmasın. Hər sözlə eləmək olmaz Həzrəti Əmirəl-Müminin şənin və fəzilətin lazımı qaydada məna eləyək. Amma gücümüz çatan qədər elə məsumların öz sözləri ilə, özlərinin mübarək kəlamları ilə özləri barəsində Allahın tövfiq və inayəti ilə bəzi mətləbləri daimən demişik və illa bizim həddimiz deyil ki, biz sözlərimizlə, cümlələrimizlə, fikri ölçümüzlə tamamı imamətin haqqın lazımı qaydada çatdıra bilək, bəyan eləyə bilək. Bu bizim əqlimizdən, şuurumuzdan, bu bizim düşüncəmizdən və bu bizim düşüncəmizin əhatə dairəsindən çox kənarda və çox fövqündə duran bir məsələdir. Əli əleyhissalamın barəsində bilirsiniz, Quranda nə qədər ayə, Əli əleyhissalamın barəsində dostlarından, əlavə düşmənlərin özündən ədalətinə, şəxsiyyətinə, elminə, fəzilətinə nələr ki sözlər deyilib. Amma bunu yaddan çıxarmayaq. Həzrəti Əmirəl-Müminin barəsində deyilən sözlər bəzən düşünülməsin elə o sözlər qədərdir Əmirəl-Müminin. Əli əleyhissalamın özünün öz mübarək dilindən bir kəlamı var. Asif ibn Bərxiyənin barəsində ki, Allah mütəala ona Həzrəti Süleymanın huzurunda ki, ona bir məqam vermişdi. Allah mütəala Qur'an-ı Kərimdə deyir, o Asif ibn Bərxiyə, o Həzrəti Süleymanın ki, əmrin yerinə yetirdi, o bir dənə cinlərdən olan ki var idi ya, o demişdi, Həzrəti Süleyman demişdi, Bulqeysin taxtın kim gətirər mənə, demişdi, sən yerindən qalxana kimi ki, mən gətirərəm. Bu məşhur qissədir, istəyirəm bunun bir mətləbini deyəm Əli əleyhissalamın barədə. Asif ibn Bərxiyə demişdi ki, sən gözünü yumub açana qədər, bizdə deyirlər bir göz qırpımı da ki, mən o taxtı sənə gətirərəm, onu da gətirmişdim. Baxın, Qur'an-ı Kərimdə Allah mütəala bu şəxsin barəsində buyurur ki, buna elmi kitabdan, kitab elmindən bir hissəsi verilmişdi. Əvvəla budur ki, Həzrət Süleymanın dövründəki kitab Qur'an deyildi. Bu birinci mətləb. İkinci, ümumiyyəti təqdim olunmamışdı. Bu ikinci mətləb. Belə bir şəxsiyyətin bax, bu məqama sahib olmağına, mənim məqsədim bu deyil, elə biz bu mövzudan danışaq. İstəyirəm bunu deyəm ki, Əli əleyhissalam kimdir? Həzrət Əmirəl-Müminin özünün sözü. Dedi, and olsun Allaha. Əmirəl-Müminin o rivayətdə bir dənə məxsus and içir da. Ki, məsələn, o dənəni yarıb ortasından o ki, lazım olan o vəsailin çıxardan, yeri yarıb o dəniyə bir can verən, o bitkini göyərdən bəzi andları ki, bu cür içiblər. Deyir, and olsun o Allaha, yəni o qüdrətli Allaha. Bu andın içində eynən Allahın qüdrətini izhar edir da. Yeri yaran, o dənəni onun qəlbindən çıxardan, o dəni çıxardan. And olsun, yəni bu qüdrətli Allaha. İsmi əzəmdən ki, 72 dənə hərfi ki var, onun bir dənəsini Allah Asif ibn Bərxiyyə vermişdi. Allah ona bu məqamı vermişdi. Deyir, and olsun bu qüdrətli Allaha, o 72 hərfin, o ismi əzəmin hamısını Allah mənə təlim eləyib. Hamısından mənim xəbərim var. İndi görəsən, bu necə bir qüdrətə malik, bu nələrə malik deyil. Yəni, bunun barəsində hansı sözü deyəsən ki, əhatə eləyə? Yerdənmi, göydə özü deyir də, mən deyir, asimanın, səmanın yolların, yerin yollarından yaxşı tanıyıram. Yəni, aləmdə hər nə əsrar-ı ilahi var. Allahın sirri var, Allah hamısını mənə öyrədib. Bu Əmirəl-Müminin barəsində nə danışasan, nə deyəsən? Bütün
insani cəhətlərdə olan cəbhələrə bax, mövqeylərə bax. Əmir-əl-Möminin onların şahıdır, onların ağasıdır. Əmir-əl-Möminin gedib kiminsə bir mövqeyində durmayıb ki, Əmir-əl-Möminin vəhyin özünün təlimatı ilə, əmri ilə bir dənə mövqeydə durub ki, aləmə insanların mövqeyini sərgiləyib. Ki, bu bir dənə xüsusi neymətdir. Allah hər kəsə Əli sevməyi nəsib eləsə. Ki, mən istəyirəm elə bir dənə hədis ki, Həzrəti İslam Peyğəmbərindən təbərrükən oxuyan bu barədə bir bayram hədiyyəsi olsun. Biz öz qədrimizi bilək və bundan biz daha da məsuliyyət götürək ki, Allah bizə böyük minnət qoyub. Biz arxayın olmayaq ki, biz vilayəti Əlinin davamçısıyıq, daha hər şey bitdi. Xeyr, biz gərək başqalarından daha çox məsuliyyətli olaq. Daha çox atdığımız addımlara fikir verək. Biz daha çox Əmir-əl-Mömininə xas olan həyatı yaşamalıyıq. Çünki bu vilayəti biz qəbul eləmişik və buna ləbbeyk demişik. Həzrət Peyğəmbər buyurur, mən mənnəllahu aleyh bimərifəti əhl-i beyti və vilayətihim fəqəd cəaləllahu ləhul xeyrə kulli. Ki, bir kəlmə söz aləmdə hər nə istəsən, hamısını bizə təqdim eləyib cəm xeyr şəklində. Həzrət buyurur ki, bir kəsə Allah istəsə minnət qoya, Allah minnəti bilirsiniz kimə qoyur? Peyğəmbərlərinə, imamlarına. Allah sevdiklərinə minnət qoyur. Onun üzərinə bir iş həvalə eləyir. Onun üzərində bir iş görür. Deyir, mən mənnəllahu aleyh bimərifəti əhl-i beyti və vilayətihim fəqəd cəaləllahu ləhul xeyrə kulli. Deyir, əgər Allah istəsə, bir kəs ki, Allah ona minnət qoysa, əhl-i beytin vilayət və mərifətin ona inayət eləyər. Və tamamı xeyri, tamamı yaxşılıqları o şəxsidə cəm eləyər. Allah istəsə birinə minnət qoya, ona Əlinin vilayətin qəbul elətdirər. Allah istəyər bir nəfərə minnət qoya, ona əhl-i beytin yolun təqdim eləyər. Və bu yolu ki, Allah hər kimə təqdim elədi, Allah bütün xeyirləri ona nə eləyib? Bəxş eləyib. Bundan yaxşı bir xeyr ola bilməz. O, Zürarə deyir, mən İmam Sadiq əleyhissalamdan soruşdum, Allahın mərifətindən sonra, yəni təvhiddən sonra, yəni Allahı tanımadan sonra daha üstün əməl hansıdır? O mərifətdən daha üstün, yəni ondan sonraki əməllərin hansı üstündür? Həzrət Əmir-əl-Möminin buyurdu ki, heç bir əməl namazın bərpası qədər mərifət cəhətindən başqa əməllər ona çata bilməz. Namaz qədər, namazın mərifəti qədər, namazın bərpası qədər heç bir əməl buna bərabər ola bilməz. Ən mərifətli əməl insanın namazının bərpa eləməsidir. Ondan sonra, namazdan sonra heç bir əməl mərifət cəhətindən çata bilməz zəkata. Zəkatdan sonraki əməllər içində ən mərifətli əməl oruc tutmaqdır ki, oruc qədər heç bir əməlin mərifəti yoxdur. İmam buyurdu ki, bu zəkatdan, o namazdan, zəkatdan, orucdan sonra heç bir əməl həccin mərifətinə çata bilməz. Heç bir əməl həcc qədər mərifətli ola bilməz. Bu sözü bitirəndən sonra Zürarəyə buyurdu ki, Zürarə biləsən, bu saydığımız bütün əməllərin ibtidadan və intihaya qədər. Həm ibtidası, həm intihası, yəni həm əvvəli, həm sonu bizim mərifətimizin sayəsində olmalıdır. Yəni bunlar bizim mərifətimizlə başlayıb, bizim mərifətimizlə sona çatmalıdır. Eynən insan bədənində, insanın varlığında ruhun cismə olan nisbəti kimidir. Ruhsuz bədən ölü olar da, cansız olar da. Baxın, insanın etiqadı düz olmasa, gördüyü əmalın heç biri mərifətdən hesablanmaz. İnsan əqidəsində düz olmasa, gördüyü işlər xeyratdan hesablanmaz. İmam buyurdu ki, Zürarə biləsən, bu namazdır, zəkatdır, orucdur, həcdir. Bunların ki, özünə məxsus bir mərifəti var. Birinin mərifəti digərindən fərq eləyər, üstünlük cəhətindən. Biləsən, bunun ibtidadan intihaya qədər. Yəni, əvvəlindən sonuna qədər. Gərək bu mərifət bizim qapımızdan başlaya, bizim yolumuzdan başlaya və bizim yolla da təqdim oluna sona çata. Nə deyə bilməzsən, mən bu
mərifəti öz başına başlayıram. Bu qapının mənə öyrətdiyi ehtiyac yoxdur. Özüm bildiyim kimi başlayıram. Burada da insan məğlub olacaq. Hali həyatında müvəffəqiyyət əlindən gedəcək. Eyni halda və yaxud insan gəlib ibtidasın, yəni əvvəlin Əhl-i Beytin qapısından öyrənib. Amma sonda yarımçıq qoyub yolun ki, mən daha özüm yolumu gedə bilirəm, ehtiyacım yoxdur. Heç vaxt insan bu cürdə məqsədə çata bilməz. Zürariyə buna xatir deyir. İşin əvvəli də, axırı da bizim qapıdan başlamalıdır, bizim mərifətdən başlamalıdır. Başlayanda da bizdən addım atmalısan, sonra da bizdən sonra çatdırmalısan. Tarix çox insanlar göstərib ki, Əmir-əl-Mömininlə ibtidadan başlayıblar, amma intihaya müvəffəq çata bilməyiblər. Buna xatir ki, yolun bir hissəsində mərifət-i Əhl-i Beyti Əmir-əl-Mömininlə nə ediblər? Tərk eləyiblər. Əleyhissalam öz deyir ki, İnnə la ilahə illallah şurutən və inni və zurriyyəti min şurutiha. Mən la ilahə illallahın nəyəm? Şərtiyəm. Həqiqətən deyir, la ilahə illallahın bir şərti var. Mən və zürriyyələrim, övladlarım la ilahə illallahın şərtiyik. Biz eləyə bilərik sizi müvəhhid eləyək. Biz eləyə bilərik sizi Allaha qovuşturaq. Biz eləyə bilərik sizi Allaha yetirək. İnnə la ilahə illallah şurutən və inni və zurriyyəti min şurutiha. Mən və övladlarım, yəni o imamlar, la ilahə illallahın şərtidir. Sizi məqsədə yalnız biz çatdıra bilərik. Tarixən aqibəti xeyr olmayan insanların çoxu görsənib ki, Əhl-i Beytin qapısından başlayıblar. Amma aqibətdə xeyrlə ömürləri sona yetməyib. Buna xatir ki, yolun bir hissəsində vilayətin, məhəbbətin tərk eləyiblər. Yolundan ayrı düşüblər və o ki, insanlar bu yoldan əksi yola qədəm qoydular, mütləq şəkildə nə olacaqlar? Məğlubiyyəti qaçılmazdır. Ki, İmam Baqir əleyhissalam o zaman ki, Kəbədə təvaf eləyirdi, gözü düşmüşdü camahata. Görürdü, bir qrup Kəbəni təvaf eləyir. Baxın, İmam Baqir dövründə Kəbəyə gələnlər da bütpərəstlər deyildilər ki, Məkkənin bütpərəstləri özünə məxsus Kəbəni bir ayin kimi saxlayırdılar, həm qazanc məqsədi ilə, həm başqa məqsədlərlə ki, özünə məxsus bir cəmaatın gəliş yeri, gediş yeri, həm ticarətləri orada daha ciddi formada işləyirdi. Bunlar, yəni bu işlərin Kəbədə heç bir fəziləti olmayıb da. Bunlar sadəcə Kəbənin ətrafında cəm olublar. İmam Baqir ağanın dövrünə baxın, bu dövrdə İmam Baqirin zamanında Kəbəni təvaf eləyənlər, yəni müsəlmanlar idilər da. Bunlar hamısı müsəlman idilər. Qıraq adam yox idi ki, İmam Baqirin dövründə. Da o Məkkənin müşrikləri getmişdi, bütpərəstlər getmişdi. Kəbəni yalnız və yalnız müsəlmanlar gəlib ziyarət edirdilər. İmam Baqir ağa baxırdı bu müsəlmanlara. Ravi deyir, gördüm İmam Sadiq ağa baxır, dedi ki, həqiqətən cahiliyyət dövründə də bu cür idi. Ki, insanlar elə eynən bir vəzifələri var idi, Kəbəni nə edirdilər? Bəzən təvaf eləyərdilər. Baxa, istəyir fikri, insanların fikrini hara yönəldi. Deyir, cahiliyyət dövründə də bu cür idi ki, insanlar nə edirdilər? Kəbəni ziyarət edirdilər. Deyir, bu Kəbəni ziyarət eləyənlərin hərəsinin bir məsuliyyəti var. Bu Kəbənin təvafında olanlar üçün məsuliyyətdir ki, onlar nə edərlər? Onlar bizə tərəf üz gətirələr və bizim məhəbbətimizi izhar eləyərlər. Bizim yolumuzun, seçimin izhar eləyərlər. Yəni, Kəbəni təvaf elədim, getdim öz məmləkətimə. İndi o zamanda Şamdan gəlmişdilər, Küfədən gəlmişdilər, Bəsrədən gəlmişdilər, fərq eləmir ki. Hardan gəlmişlər? Deyir, bu Kəbəni təvaf eləyənlərin məqsədi bu olmalıdır ki, bunların bir vəzifəsi var ki, bunlar bizə tərəf üz gətirməlidirlər. Bizim məhəbbətimizi izhar eləməlidirlər. Və bizim köməyimizə, bizim nüsrətimizə nə etməlidirlər? Allah bizim köməyimizlə, bizim nüsrətimizlə onlara bir qapı açsın. Yəni, nə qədər bunlar Kəbədən xaric olub, bizə meyillənməyiblər, əlbəttə vacibat öz yerində. Yəni, deyilir, cahiliyyət dönəmində də insanlar Kəbəni bu cür ziyarət edirdilər da öz başına. İslam Peyğəmbəri gəldi, Kəbəyə bir qayda qanun təqdim elədi, eləmədi. İslam Peyğəmbəri gəldi, cəhalətin Kəbə ətrafında olan bəzi nadanlıqların və səhv yolların təqdim elədi, eləmədi. İmam Baqir əleyhissalam deyir ki, cahiliyyət dövründə də bu cür edirdilər. Bu cəmaatın bir vəzifəsi var.
Düşünməsinlər, Kəbəni ziyarət elədim, boynumdan vacibat götürüldü, qurtardı. İmam deyir, bunlar gərək bizə tərəf meyillənələr. Bunların qəlbi bizə tərəf yönələr. Bunların vəzifəsi budur ki, qəlbi bizə tərəf üz gətirə. Ki və bizə, bizim köməyimizdən nə eləyələr? İstifadə eləyələr. Hansı köməyimizdən? O kömək ki, insanı iki dünya xeyrə çatdırar. Ravi deyir, İmam Baqir ağa deyir, bu rivayəti, bu sözləri deyəndən sonra deyir, bu mübarək ayəni oxudu. Fəcəl əfidətən minən nasi təhvi iləyhim. Ki, İbrahim surəsinin 37-ci ayəsini oxudu ki, Həzrəti İbrahim o zaman gətirmişdi övladın xanımı ilə, o səhrada qoymuşdu, o Kəbə ətrafında. Oradan gedəndən sonra Allaha dua eləmiş ki, fəcəl əfidətən minən nasi təhvi iləyhim. Allah, bunlar görürsünüz bu zəhmətlə, mənim bu aləm övladım, bu zəhmətlə, bu əziyyətlə ki, sənin evinin ehtiramına gəldilər burada, dayandılar. Bu evdəki, əlbəttə o bəhsin əvvəli ki, başqadır. Yəni, Həzrət İbrahimin bu duası ki, var Allah, mənim bu övladım, bu aləm gəlib burada, sənin qanunun hörmətinə ki, qalıblar. İndi Allah neynə? Cəmaatın ürəklərin onlara tərəf yönəldi, onlara tərəf meyilləndir. İmam Baqir ağa bu ayını oxudu. Fəcəl əfidətə minən nasi təhvi iləyhim. Allah insanların qəlbin neynə? Həzrət İbrahimin duası ilə bizə tərəf yönəldi. Yəni, bu Kəbəni ziyarət eləməklə məsələ bitməz. Məsələ gərək etiqadın əsasında təvaf oluna. Bir Kəbə ilə hər şey bitməz ki, Həzrəti İslam Peyğəmbərin özünün bir dənə mübarək sözü var. Deyir, hər kəs istəyir yaşayışı, onun yaşayış tərzi, ənbiyanın, nəbilərin, yəni Allahın Peyğəmbərlərinin yaşayış tərzinə oxşasın. Hər kəs istəyir onun ölənləri şəhidlər kimi ölsün. Hər kəs istəyir Allahın qüdrətindən, o mehriban Allahın təyin elədiyi behişdə sakin olsun. Əli ibn Əbi Talibin, əmoğlum Əlinin vilayətini qəbul eləsin. Və onun dostların qəbul eləsin. Ondan sonra onun balaların, imamlara iqtida eləsin. Onların arxasınca getsin. Onların ətəyindən yapışsın. Və hər kəs bu işdən, biləsiz deyir, onlar mənim itrətimdilər. Onlar mənim özümdülər. Onlar mənim tinətimdən yaranıblar. Onlar mənim deyir, torpağımdan yaranıblar. Yəni, onların əti də, qanı da, hər şeyi məcazi mənada istəyir bizi başa sala. Yəni, onların əti də, qanı da elə mənim ətimdən, qanımdan. Onların canı mənim canımdandır. Deyir Allah, hər kim bizim deyir, elm və fəhmimizi onlara ruzi elə. Yəni, başa düşsünlər vilayəti Əli ibn Əbi Talibin vilayətinin mühümlüyün. Yəni, sonra dünyada bunlar heç nə başa düşməzlər. Deyir, bizim elmimizi, bizim fəhmimizi onlara ruzi elə. Allah hər kim onlarla müxalifət eləyir, vay olsun onların halına ki, bizim şəfaətimizdən onları məhrum elə. Zatən bir nəfər Həzrəti Əmir əl-Müminin yoluna müxalif olsa, mütləq Peyğəmbərin şəfaətindən məhrumdur. Peyğəmbərin şəfaəti Əlinin yolunda qərar verilib. Həzrəti Əmir əl-Müminin bizi Allaha çatdıran yoldur. Əhl-i Beyt əleyhimussalam bizi Allaha yetirən yoldur. Bu yoldan başqa heç bir yol insanı Allaha yetirə bilməz. Allahın Qur'an-ı Kərimdə təyin elədiyi Allaha yetişən yolların əyani göstəricisidir bunlar. Allahın xüsusi hüquqlarının ən bariz, kamil nümunəsidir yer üzündə bunlar. İnsan indi bu bariz nümunələri, bu kamil nümunələri atıb özünə başqa bir ulğu və nümunə seçsə, mütləq şəkildə məğlubiyyəti qaçılmazdır. Ki, Həzrət Peyğəmbər deyir ki, Allah, olar ki, mənim əmoğlum Əli ibn Əbi Talibin, onun o övladları imamların yoluna ki, müxalifdirlər. Allah onları mənim şəfaətimdən məhrum elə və onlar, vay olsun onların halına ki, belə bir yola müxalifdirlər. İmam Baqir ağanın dediyi bu söz buydu ki, insanlar vacibatla, namazla, orucla, həcclə, zəkatla düşünməsinlər, hər şey bitdi. Bunlar Əhl-i Beytin qapısında bir mərifətlə baş verməlidir. Bunun ibtidası da, intihası da, əvvəli də, axırı da Əhl-i Beytin mərifəti əsasında olmalıdır. Əli əleyhissalamın mövludu mərifətin mövlududur. Əli əleyhissalamın mövludu bütün dünyaya fəzilətin mövlududur. Biz bugün bir mərifət mövludundan danışdıq. Biz bugün bir fəzilət mövludundan danışdıq. Allah bu fəzilət sahibi, Allah bu mərifət sahibi olan Əli ibn Əbi Talibin vilayətində sabit qalmağı bizə lütf eləsin. Bayramınız mübarək olsun.